9'lar 72-ci suala baxaq. Bizdən ifadənin qiymətini soruşur. Modulda 4 minus kök altı 17 plus modulda 5 minus kök altı 17. Burada əsas məsələ nədir? İfadənin modul içərisində olan ifadənin müsbət mənfi olduğunu təyin etmək lazımdır. Əgər 4 kök altı 17-dən böyükdürsə, ifadə olduğu kimi açılacaq. Yox. 4 kök altı 17-dən kiçikdirsə, əksinə açılacaq. Fikir versəniz, 4-ü kökün altına necə yaza bilərik? Kök altı 16. Bu da zaten kök altı 17-dir. Belə başa düşürük ki, burada artıq olacaq kök altı 17 çıxılsın 4 plus bu ifadə 5 və kök altı 17. Bunu kök altına ifadə kimi necə yaza bilir? Kök altı 25. Kök altı 25 kök altı 17-dən böyükdür. Bu olduğu kimi açılacaq. 5 işarə dəyiş olur, yəni çıxılsın kök altı 17. Fikir versəniz, kök altı 17 müsbət, kök altı 17 mənfi. Bunlar islah gedir. Nəticə olaraq qalır mənfi 4 plus 5. Yəni bizim cavabımız olacaq 1. D bəndi.